baharın 3-cü gününü yaşayırıq. Artıq 3 gündür ki, torpaq isinib, oyanıb, yenidən nəfəs almağa başlayıb. Bu havalarda da adam necə deyərlər, evi eşiyə sığmır. Elə biz də evi eşiyə sığmayıb, yolumuzu Güzdəydən saldıq. Kəndə gəlməzdən əvvəl kənd haqqında araşdırma aparırıq, məlumatlar toplamağa çalışırıq. Amma bura haqqında elə də ətraflı məlumat tapa bilmədik. Buna baxmayaraq, biz yenə də Güzdəyə gəlmə qərarımızı dəyişmədik. Axı oxuyub öyrənə bilmədiklərimizi gəzib öyrənə bilərik. Güzdəlilərin bir neçə məşğuliyyət olub. Əkinçilik, maldarlıq, sənətkarlıq. Və bir də, baxın, bu gördüyünüz mənzərə demək olar ki, hər bir Güzdəlinin həyətində var. Təbii ki, söhbət daş kərxanalarından gedir. Məlumdur ki, o dövrdə inşa olunan evlər əsasən ya palçıqdan olardı, ya taxtadan olardı. Amma bax, bu kənddə, Güzdəydə demək olar ki, bütün evlər elə o dövrdən daşdan inşa olunub və nəinki evlər, hətta hasarlar belə daşdan çəkilib. Və indi bir faktı sizinlə bölüşmək istəyirəm. Əminəm ki, bunu çox az adam bilir. Qız Qalasının, Şirvanşahlar Sarayının, qala divarlarının tikintisində Güzdəyin daş yataqlarından çıxan yüksək keyfiyyətli daşlardan istifadə olunub. Bu, tarixin danılmaz faktlarındandır. Məşğuliyyətdən söz düşmüşkən, Güzdəkdə həm də dəvəliklər var. Bu da onun sübutudur ki, Güzdəklilər dəvə təsərrüfatı ilə məşğul olub. Hətta Şamil Fəthullayev bu haqda öz kitabında da yazıb. O deyir ki, Güzdəkdə dəvəliklər mülklərə bitişik formada inşa olunur və orada olan dəvəliklərin uzunluğu 17-25 metr aralığındadır. Hazırda biz Məryəm xanımın həyətindəyik. Bu da onun həyətində olan dəvəlikdir. Bu dəvəlik Məryəm xanımın qaynatasının atasına məxsusdur. Belə deyək, Məşədi Həmidin dəvəliyidir bura. Güzdəylilər çox qonaqpərvər insandılar. Elə biz Güzdəyə gələr-gəlməz bizi kim görürsə evinə dəvət edir və hazırda qonağı olduğumuz həyətlərdən birindən baxanda çox gözəl bir mənzərə açılır. Deməli, gördüyünüz o yüksəklik Bozdağ vulkanıdır. Ondan sonra gəlir məşhur Qızıl Qaya. Güzdəylilərin çörəyi məhz o qayadan, o daşdan çıxır, necə deyərlər. Daha sonra isə o gördüyünüz Qaradağdır, hansı ki, Qaradağ rayonu məhz adını da həmin o dağdan alıb. Sonra isə məşhur Bakının qulaqları. Mən sözünüzü Bakının qulaqlarını heç vaxt belə yaxından görməmişdim. Söhbət təbii ki, gördüyünüz o iki dağdan gedir. İndi də gələk Güzdəy toponiminə. Adətən bir yerin adı ya ora gələn ilk insanın adıyla, ya tayfanın adıyla, ya da orada məskunlaşan əhalinin məşğuliyyəti ilə bağlı olur. Güzdəy toponiminin də bir neçə versiyada mənası var. Mən də eşitdiklərimi deyirəm. Güzdəy versiyasının 3 dənə versiya eşitmişəm. Birinci, yəni bir ev tikək, küz tək. Küz, quzuların salındığı yer olub, körpəlik olub. Böyük tövliyə Banistan deyiblər, amma küz deyiblər. İkinci, kəndimizin içində, mərkəzində böyük su durub. İmamalı çalası deyiblər ona. Ona da dumduru göz tək suyu olub. Bu versiya da var. Üçüncü versiya, daşın ayağında, daş biz tava olan yerə deyirik, biz Güzdəy ləhcəsində tuva deyirik. O daşın ayağında ilk payızda, yağan yağışlarda, ot bitəndə ona küzlək deyiblər. Yəni quzular üçün otlaq yeri. Güzdəyin gözəl bir xanəndəsi olub o vaxtı Həsən adında. Çox cavan yaşında, 29 yaşında dünyasını dəyişib. Hərə bir söz deyir onun haqqında ki, nətər dəyişib dünyasını, nətər eləyiblər bunu, aradan götürürlər. Təsəvvür edirik ki, rəhmətli Hacıbaba müəllim Hüseynov bizim böyük sənətkarımız, xanəndəmiz. Şəxsən mənim üçün onun haqqında danışıb. Mənim güzdəyli olduğuma görə bilirdi ki, mən güzdəyliyəm.
Deyir, Həsən Çəmbərəkənddə oxuyanda bulvarda deyir, cəmaat ayaq saxlayıb deyərmiş ki, oxuyan Həsəndir. Gör bunun necə gözəl səsi olub və daha o vaxtı Bakıda hamısı tanıyırlar da. Rəli müəllim, bəs burada musiqi məktəbi olub o zaman? Lökbatanda olub musiqi məktəbi. İlk kamança sınıfına mən getmişəm orada. Mən özüm Başxanov ansambında işləmişəm. 88-ci ildə 20-ci əsrin axırlarında demək olar ki, əməkdar mədəniyyət hissiyatına layiq görülmüşəm. Yəni dünyanın bir çox ölkələrində Afrikadan tutmuş, nə bilim. Maşallah, maşallah. Kifayət qədər mənalı, məhsuldar bir ömür yaşamısınız. İndi gələk bu yazılara. Baba Daşdıyevin yazılarıdır, səhv eləmirəmsə. Baba Daşdıyevin yazılarıdır bunlar. Aha, kitab halına çap eləmək istəyib, amma ömür vəfa eləməyib. Ömür vəfa eləmədi. Mən bunu boynuma götürmüşəm inşallah. Siz çap eləyərsiniz. Burada çox maraqlı məlumatlar da var. Deyir, piyalit sözünün Yunan dilindən tərcümədə qədim daş dövrü olmaqla eramızdan əvvəl 2 milyon, 4 milyon, 10 min il əvvəlləri təsadüf edir. Yeri gəlmişkən paleolit dövründən danışdıq biz burada. Güzdəydə paleolit dövrünə aid məişət əşyaları da tapılıb arxeoloji qazıntılar zamanı. Ümumiyyətlə bir neçə burada tanınmış nəsillər olub. Əcəmovlar olub, Bəydəmirovlar olub, Alşanovlar olub. Ümumiyyətlə bu Güzdə bir növ elə bilginən ki, indi biz qəbilə deyirlər də, qəbilələr olub. Varğallar olub, məşhur nəsil olub, varğallar olublar. Sonra Qocalı nəsli olub. Babalı tayfalı olub. İmdallı, Kosallı, nə bilim, Qəfşəlli. Və həmin o tayfaların əslinə adlarına elə Güzdəydə məhəllələr də var. Bəli, bəli. İndi də cavanlar arasında olmasa da, amma ağsaqqallar elə həmin o tayfaların adları ilə adlandırır indiki məhəllələri. Bəli. Güzdəydə ilk məskunlaşan tayfalardan birinci Qocalılar olub. Onlar da Dədəbaba daşqıran olublar. Daş da bilirsiniz ki, bizim əsas sərvətimizdir. Bakının gözəlləşməyində, Abşeron yarımadasının gözəlləşdirməyində Bakı daşının, Qızılqayanın, bizdə qayalar olub, Qızılqaya, Ağqaya, Uluqaya. O daşlarda sərt daşlar olub xanım bizdə. Sərt daşlar niyə lazımdır? Əl dəyirmanı düzəldmək üçün, böyük dəyirman daşlarını düzəldmək üçün, yəni bu daşlardan istifadə ediblər. Buranın ilk sakinləri Qocalılar olub. Onlar da hamısı daşqıran olublar. Belə bir şeir də var. Deyir, işləməyə Qızılqaya, əgər Qocalı olmaya, yatmağa qayə kölgəsi, əgər mari olmaya. Qocalılar biraz şuluq olduğu üçün bu onların ünvanına deyiblər, mar da bilirsiniz ki, ilandır. Yəni o daşdan biz çox istifadə eləmişik. Bizim həyətimizdə olan hovuzlar, navalaçalar, dəyirman daşları, axurlar, heyvanatçıl axur, hər həyətdə 3 dənə, 4 dənə hovuz olub. Su doldurmağa hovuzumuz olub. Yəni bunlar daşlandı. Bizdə yeri var, Daşkəsən dərəsi. Niyə orayı Daşkəsən dərəsi deyirlər? Onun Daşkəsən dərəsi düşüblər, çıxandan sonra daş qırıblar deyirlər. Oranın adı qalıb Daşkəsən dərəsi. Niyə görə istansiya Güzdəy deyirlər? Bax, o da deyim sizə. Ona görə istansiya Güzdəy deyirlər ki, buradan daşları daşıyıblar, orada mindiriblər vaqonlara. Oradan aparıblar şəhərə 28-ə. Onun üçün orada alıb ki, bura kənd Güzdəydir, ora istansiya Güzdəydir. Bax, bu versiya var. İndi bura deyirlər daş Güzdəy. Bəli, bura daş Güzdəy. Bizim sərvətimiz daşdır. Yəni, hər tərəfimiz daşdır. Yəni, daşdan da çox bəhrələnirik, Allaha şükür. Dədəmiz, babamız da bundan bəhrələnib. Bakının yenə Şirvanşahların gözəlləşdirməyindən mən gedərəm sizə Baksovetdə. İndi Baksovet deyirik də, yəni ki, gedib Səbail rayonunda o daşları göstərərəm ki, bu Qızılqayanın daşıdır, bu Uluqayanın daşıdır, bu Ağqayanın daşıdır. Yəni mən bunları faktı, adı həmçinin adlı da, Qız qalasında da. Yəni daşlarımızı mən tanıyıram ki, bu haranın daşıdır, bu haranın daşıdır. Güzdəy Ləngəbiz trəsinin qutaracağındakı Qızılqaya, Bəyazqaya, bir də Qırxqız nişangahı ilə əhatə olunur. Bu haqqında biz verilişimizdə qeyd eləmişdik ki, niyə ora Qırxqız nişangahı, daha doğrusu niyə Qırxqız deyilir, amma nişangah haqqında heç bir məlumat verməmişik. Əslində bunun da bir mənası var. İlk dəfə ora nişangah ona görə deyiblər ki,
Türk ordusunun orada topları, artilleriyası olub. Onlar oradan atdıqları üçün dədəmiz, babamız ona nişangah adı verib. Türk ordusunun burada olmağı, burada onların silah ambarlarının olmağı böyük dəvəliklərdə bu faktdır. Yəni İngilisin samalyotu, hərbi təyyarəsi Jack Thompson o vaxt gəlib də Azərbaycana, Bakıya. Gəlib burayı bombalayıb. Bizim kəndimizdə Ələkbər haqqında kişi, Qara Ələkbər, onun ləqəbi Qara Ələkbər olub. Həmin samalyotu, hərbi təyyarəni vurub. Uçaq alçaqdan uçub deyibən, həmin o pilot sürən gülürmüş. Bu kişi onu atıb, tutub. Samalyot gedib düşüb zəfəranlığa, parça-parça olub. Sonra bilmirəm, ya Nuri Paşa, ya Ənvər Paşa ona mükafatlandırıb, öz 10 atlarını ona hədiyyə eləyib. Bax, belə bir şey olub. Amma o vaxtı ki, o gəlib buranı, hərbi ambarları, dəvəlgilərdə olub, bombalayanda insanlarımız tələf olublar, şəhid olublar, qadınlarımız şikəst olublar. Bunlar hamısı faktdır. Abşeron ovdanları tədqiqatçısı, su təchizatı üzrə mühəndis Taçilov Güzdəydə olan ovdanların çoxluğuna görə buranı ovdanlıq adlandırıb. Həmin ovdanlıqdan isə günümüzə gəlib çıxan yeganə yadigar ovdan məhz gördüyünüz bu ovdandır. Şirin ovdanı adlanır bura, amma suyuna görə belə adlanmayıb. Onu inşa edən şəxsin adı Şirin olub, amma kəndə gələrkən bir versiyada eşitdim ki, əslində Şirin kişi 37-ci ildə repressiyaya uğrayır, onun qardaşları onun belə deyək xatirəsinə bu ovdanı tikdirib Şirin adını verirlər. Şirin ovdanının 150-dən çox yaşı var. Uzunluğu təxminən 10 metrə yaxın olar, dərinliyi də deyilənə görə 3 metrdir. O vaxtlar qız gəlin öz xalça palazını gətirib bu ovdanın suyu ilə yuyub, burada olan qaratikan kollarının üstünə sərib qurudarmış. Bizim çox sərvətlərimiz olub. Birinci kəhrizlərimiz, sonra dəvəliklərimiz, bir də qoy deyim də toxuculuq, palaz xəlçə, Dərbənd, Quba, Pirəbədil. Pirəbədil tanıyırsınız? Şirvan məktəbinin vəhdəti Bakı xalçaçılığı. Bakıda toxunan palazda, həmçində Qobu kəndində. Bu çox inkişaf edir. Mən bunu faktlarla sizə deyərəm, göstərərəm. 1955-ci ildə daş kərxanası, kərxana farsça iş deməkdir, xanə də yer məkan deməkdir. İndiki Qələbə meydanında, şəhərdə, bir tərəfdə Alatava qəsəbəsi var, orada olub. 55-ci ildə həmin kərxana köçüb Güzdəyə. O yerə köçüb ki, orada 30 dənə kəhrizimiz olub. Erməni, Kazaryan, Kazaro, olanı hamısını verib ekskavatorun ağzına darmadağını eləyib. Allah rəhmət eləsin Cəfərqulu alimimizə. O Qobustan qayaları müdafiə elədi. Oradakı daş kərxanası bağlatdırdı. Bir gün Qobustan qayaları durur. Amma bizim 30 dənə kəhrizimiz yerindən yeksan oldu. Necə deyərlər, atributu var. Biri daşdır, biri də bax bu qarşımızda olan küftə bozbaş. Əfqan müəllimin ocağına yığışmışıq bugün. Bizə dedi ki, Güzdəyə gəlmisinizsə mütləq bu küftə bozbaşın dadına baxmalısınız. Çünki bu çox özəl bir küftə bozbaşdır. Bugün biz də yeyib dadına baxıb əmin olacağıq ki, həqiqətən də Güzdə küftə bozbaşı bir fərqli dadda olur. Sağ olun. Özdə onu yayma ilə yeyirlər. Qonağı olduğumuz Əfqan müəllimin nəvəsi hazırda mənim yanımdadır. Adı da Bahardır. Elə özü də Bahardır bugün. Bahar obrazındadır. Mən bildiyimə görə incəsənətlə çox yaxından maraqlanır. Düzdür Bahar? Musiqi məktəbinə gedirsən? Bəli, musiqi məktəbinə gedirəm. Hansı sinifə?
Fortepianoda hal-hazırda 3-cü sinifəm. Afərin. Bir də hansı festivallarda iştirak edirsən? Danış bir özündən. Bayaq deyirdin. Mən 2023-cü ildə Heydər Əliyevin 100 illiyi ilə bağlı festival olmuşdu. Mən onlarda 2-ci yer tutmuşdum. Mənə gözəl pul mükafatları, unudulmaz günlər, gözəl hədiyyələr Aha. İndi ikinci bir festivalın da var desə, ona da hazırlaşırsan. Hal-hazırda qeydiyyatdan keçmişəm. İnşallah hər şey yaxşı olacaq. Ay, inşallah, inşallah. Uğurlar arzulayıram sənə. Bir də Bahar deyir ki, mən böyüyəndə səndən həmkar olacağam. Mən sizin fanatınızam. Güzdəydə 95 yaşlı Kübra nənə də var. Biz də fikirləşdik ki, mütləq onun da qapısını döyməliyik, onunla da həmsöhbət olmalıyıq, olandan, keçəndən danışmalıyıq. Həm də görək bu 95 ilə Kübra nənə nələr sığdırıb. Bir də onu da qeyd eləmək istəyirəm ki, elə nənənin babası da 115 yaşında rəhmətə gedib, o da uzun ömürlü insanlardandır. Gedək. Kübra nənə! Ay Kübra nənə! Böyük oğlum alimdir. Ne danışmayı ürəyim tutdu. İki oğlum xalq təsərrüfatını Kübra nənəni çox kövrəltməmək üçün tez söhbəti dəyişdim. Ondan güzdək küftəsinin dadlı olmasının sirlərini soruşdum. güzəllər hamısını bir yerə tökür. Qabaqcan sümüyü tökürük. Sümüyü biraz yumuşalandan sonra küftəsini tökürük. Küftəsini tökəndən sonra görərik duzlayıb, düksü, sonra kartoşkasını tökürük. Bizimki onun üçün dadlı olar. Bəzi yerdə kartoşkayı ayrı pişirərlər. Kartoşkayı ayrı pişirərlər. Sümüyü ayrı pişirərlər. Küftəyi ayrı pişirər, onun üçün dadı oladır. Bayramın 3-cü günü olmasına baxmayaraq, dedilər ki, Sara nənə hələ də evdə şəkərbura bişirir. Biz də fürsəti əldən vermədik. Martın 23-üdür, artıq əsl bayram bitib. Amma Güzdəydə hələ də şəkərbura paxlava bişir, Güzdəydəki evlərdə. Sara nənənin qonağıyıq. Xoş gördük sizi Sara nənə. Sağ ol qızım, xoş gəlmisiniz. Həmişə siz gələsiniz belə çəkilişlərə. Çox sağ olun. Şəkərbura bişirirsiniz. Güzdəylilər xüsusi bişirir şəkərburanı, yoxsa yox? Yox, belə xüsusi deyəndə ki, cəmaət necə, biz də o cür nə bişiririk ay qızım da, xəmirini, içini, nə lazımdır öz dadına. Məsələn, 1 kilo una 400 qram yağ vururuq, 3 dənə yumurta, ikisinin sarısını, birini ağ qarışıq. On sonra vanil, içinə bir cimdik duz, sonra biraz südlə yoğurub, bir fındıq qədər də droşatırıq ola. Bir yarım saat onu saxlayıb, ondan sonra başlayıb gündəliyib, bu cür yayıb, yığıb düzəldirik. Necə deyirlər, bərəkətli olsun. Sağ ol qızım. İndi bükün, ya nə bilim, naxşı da siz vurursunuz? Mən naxış bellə əlimdən gəlməyər, vuraram da ancaq görünsün. Naxşı adətən cavan qız gəlinlər, elə aha. Mən elə ancaq bunu yayıb, doldurub, ondan sonra ağzını bağlayıb. Nənə, indi çox adam hazır alır şəkərburanı, bişirmir. Və necə düşünürsüz? Yox, hazır almaq lazım deyil qızım. Ancaq onu evində bişir, bayram vaxtı onun iyi qoxusu sənin evindən çıxsın. Özümüzü əziyyətə salmayaq nənə, gəlin verək, gəlin eləsin. Hə, yaxşı qızım. Sağ olun qızım. Neçə belə illərə çıxasınız Pərvərdigarı, can sağlığı ilə, uzun ömürlə. Allah sizi xoşbaxt eləsin. Bu gələn, bu keçirdiyimiz Novruz bayramımızda mübarək olsun. Bayram duamızı da eşitdik, indi gedə bilərik. Beləcə bayramın 3-cü gününü tarixi haqqında çox az məlumatımız olan Güzdəkdə keçirdik. Bura haqqında çox az məlumatımız var idi bura gələndə. Amma gələndən sonra öyrəndiklərimizi sizinlə də paylaşdıq. Elə düşünürəm ki, Novruzun əsas ənənələrindən biri də paylaşmaqdır, bölüşməkdir. Arzu eləyirəm ki, həmişə xoş günlərimizi, sevincimizi bir-birimizlə paylaşaq və istəyirəm sonda Güzdək cəmaatına göstərdiyi qonaqpərvərliyə görə çox təşəkkür eləyim.
Beləcə artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun. Bir daha bayramınız mübarək. Sağ olun.